Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib. Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının da bu ay qrafik üzrə ödənilməsi təmin ediləcək. Böyük Qayıdış proqramına uyğun olaraq Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə aktiv məşğulluq tədbirlərini davam etdirir. Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Cəbrayıl və Laçın rayonlarında növbəti əmək yarmarkaları keçirilib. Laçında keçirilən yarmarkada 9 işə götürən tərəfindən 213 vakansiya təqdim olunub. Onların sırasında həkim, elektrik, xəzinədar, aşpaz, sürücü, təsərrüfat işçisi və sair kimi vakansiyalar yer alıb. Keçirilən əmək yarmarkasında vakansiyalara müraciət elədim. İxtisasım iqtisadiyyat sahəsidir. Oteldə və tikinti, təmir, bərpa işlərində olan bölmədə maliyyə sahəsinə müraciət etdim və uğurla nəticələnəcəyini dedilər. Çox gözəl gündür, əlamətdar gündür. Doğma Laçınımızda əmək yarmarkası keçirilir. Biz də bu yarmarkada iştirak edirik, özümüzə mühasib kimi iş axtarırıq. Ümid edirik ki, normal bir iş olacaq. Fəaliyyətimizi Laçında davam etdirəcəyik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində və Məşğulluq Agentliyinin nəzdində aparılmış bu əmək yarmarkası biz Laçınlılar üçün böyük bir əhəmiyyət kəsb edir. Məhz buna görə də Laçınlı gənclərimiz, ziyalı təbəqədən olan və digər sahə üzrə olan əməkdaşlarımız var, yerli sakinlərimiz var ki, onlar bu gün işlə bağlı burada iştirak edirlər. Şəxsən mənim özüm üçün ən önəmli olan və mənim üçün məqsədə uyğun olan belə bir layihə ilə rastlaşdım burada. Laçın İstirahət Mərkəzi otelçiliklə bağlı burada koordinator, menecer pozisiyaları var. Həmin o pozisiyalarda, o vakansiyalarda mənim kimi Laçınlarım yerləşdirilsə, inanıram ki, Laçına gözəl töhfə vermiş olarlar. Laçın rayon mərkəzi xəstəxanası 2023-cü ilin mayın 28-dən Laçın şəhərində fəaliyyətə başlayıb. Bu fəaliyyətə başladığı müddətdə xəstəxanamızda bir ailə sağlamlıq mərkəzi, bir şüa diaqnostika şöbəsi, laboratoriya şöbəsi, təcili yardım və Zabuq kənd həkim məntəqələri fəaliyyətə başlamışdır. Bu müddət ərzində Dövlət Məşğulluq Agentliyinin Laçın şəhərində keçirdiyi yarmarkalarda bizim müəssisəmizdə daim iştirak etmişdir. 8 nəfəri həkim, 8 nəfəri orta tibb işçisi olmaqla 30 nəfərə yaxın sakini işlə təmin edilməsində Laçın rayon mərkəzi xəstəxanası xidmət göstərməkdir. 180-dən çox vakansiya ilə müraciət etmişik. Qəbul qeydiyyat üzrə, mətbəx üzrə, təmizlik üzrə, daha sonra iaşə xidməti üzrə vakansiyalara ehtiyacımız var. 100-dən çox müraciət edən oldu. Onların hardasa 100-ə yaxın qeydiyyatını götürmüşük. İkinci etapımız var həmin şəxslərlə. İkinci mərhələndə uğurla başa vuran vətəndaşları biz həmin vakansiyalarına işlə təmin edəcəyik. Hal-hazırda Laçın şəhərində də növbəti əmək yarmarkamız həyata keçirilir. Bu əmək yarmarkası 9 müəssisə, 6-sı dövlət, 3-ü özəl olmaqla 213 vakansiya təqdim olunmuşdur. Bu vakansiyalar əsasən müxtəlif sahələr üzrə həkim, aşpaz, sürücü, gözətçi, təsərrüfat işçisi, ofisiant, qeydiyyatçı və maliyyəçidir. Məlumat üçün onu da bildirim ki, minimum əmək haqqı 450, maksimum əmək haqqı 2000 manat olmaqla vakansiyalarımız vətəndaşlara təqdim edilmişdir. Cəbrayılda baş tutan yarmarkada isə 13 işə götürən tərəfindən 100-dən çox vakansiya təqdim olunub. Tədbirə qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb. Mən istəyirəm ki, işimlə məni qane etsinlər. Onun üçün gəlmişəm əmək yarmarkasına. Burada elə bir ki, özümə uyğun tip üzrə bir dənə işlə məşğul olum. Bugün əmək yarmarkasına gəlmişəm, bağban işi istəyirəm. Müraciət edirik, yağın ki, inşallah bizi bu işlə təmin edəyəlim. 19 sayılı tikinti təmir idarəsində
kadrlar şöbəsində çalışıram və bizim Dövlət Məşğulluq Agentliyinin bir ildən artıq çoxdur ki, əməkdaşlığımız var və biz keçən illəri Zəngilan rayonunun Zəngilan Ağalı kəndində işçi yarmarkasında iştirak eləmişdik orada da. Bizim çoxsaylı vakansiyalarımız vardı və biz orada bir neçə işçi qəbul elədik və bu gün də Cəbrayıl şəhərindəyik. Yenə də bizim 11-ə yaxın vakansiyamız var. Yəni müxtəlif sayda biz işçilər qəbul etməyə hazırıq. Yəni elektrikdir, santexnikdir, fəhlələrdir, ustadır. Yəni biz maksimum dərəcədə çalışırıq ki, yerli sakinlərə öz köməkliyimizi göstərək və onları işə qəbul edək. Biz hal-hazırda özümüz 4 vakansiyala çıxış eləyirik, elan vermişik və bu 4 vakansiyaya kifayət qədər müraciətlər olundu və biz çalışacağıq ki, həmin namizədlərdən dəyərləndirək bu vakansiyalar üzrə. Biz mütəmadi olaraq Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq edirik və məşğulluğun təmin olunmasına bundan sonra da dəstək olacağıq. Yarmarkada sakinlərə icra olunan məşğulluq tədbirləri barədə də məlumat verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən məşğulluğa dəstək layihəsi çərçivəsində həssas qruplara aid artıq 24 minədək işsiz şəxs üçün istehsal və xidmət sahələri üzrə kiçik bizneslər yaradılıb. Bu barədə Nazirlikdə Dünya Bankının Sosial Müdafiə və İş Yerləri üzrə regional meneceri Paulo Belli ilə görüşdə bildirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində son illər aparılan islahatları diqqətə çatdırıb, ötən dövrdə Dünya Bankı ilə birgə icra olunan layihələrin önəmini vurğulayıb. 22 min işsiz şəxsi əhatə etməsi hədəflənən məşğulluğa dəstək layihəsinin uğurlu icrasının nəticəsi olaraq layihə iştirakçılarının sayının cari il ərzində 26 mini ötəcəyi qeyd edilib. Özünü məşğulluq proqramının genişləndirilməsinə, həssas əhali qruplarına aid şəxslərin kiçik biznesə çıxışına dəstək olan bu layihənin uğurla icra edilməsinin Dünya Bankı tərəfindən yüksək qiymətləndirilərək mükafatla təltif olunduğu bildirilib. Görüşdə Dünya Bankı ilə sosial sahədə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.